Ən 221-22-ci tapşırıqları nəzərə yetirək və bununla da bu hissəmizi yekunlaşdıraq. Deyir ki, cədvəldə ASCII kod cədvəlindən bir hissə verilib. Bir simvol 16-lıq kodunu tapın. İlk öncə baxın uşaqlar, diqqət edin. Siz həmişə bu hissəyə diqqət edin. Burada nə yazıb? Yəni çünki orada sizi çaşdıra bilərlər. Axırda nə istəyir? Həmişə sual diqqətlə. Həmişə demişəm, deyirəm, deyəcəm də. Sualı sona qədər və diqqətli oxuyun. Hər nə isə başlayıram izah etməyə. Baxın, 4.52-dir, 5.53-dür. Deməli burada fikir ver, bir arta gedir. Deməli A məsəl üçün A-dan sonra da B gəlir, doğru mu? Deməli B də 66-dır. Fikir verin. Ümumiyyətlə mən izah edirəm məsələnin mahiyyətini, hamı bilsin deyə ətraflı. 65 ilə 97. Bax böyük hərfin üzərinə 32 gələndə kiçik hərf edir. Yadda saxlayın ki, onluq kodlarda, burada da yazıram. Onluq kodlar. Onluq kodlarda böyük hərfin üzərinə 32 gələndə kiçik hərf alınır. Tamam mı? Bax bu yadda saxlayın. Sonra İndi sual verə bilərsiniz. Bəs 16-lıq olsaydı, 16-lıq kodlarda böyük hərfin üzərinə 20 gəlsən, əsasında 16. Kiçik hərf alınır. Bunda əsasında 16, bunda əsasında 16. Və 8-lik olsa A əsası 8 plus 40 əsası 8 bərabər A əsası 8. Bax, 8-liklər üçün budur, 16-lıqlar üçün budur, 10-luqlar üçün budur. Nəysə keçirəm məsələmi yazmağa. Əgər 4-üm 52-dirsə, 3-üm 51-dir. Bax, 3 51-dir, 2 50-dir, bir də 49-dur. Bir vaxt arta gəlirsə 49 üzr istəyirəm. Sonra da 16-lıq kodun deyir, bu 10-luq koddur. 16-lıqdan 16-ğa keçəndə nə edirik? Belə gedirdik. Bax 49 da var cavabda. Diqqətli olun. 49-u bölürsən 16-ya. 3 dəfə 48, bu da 1. 3, 1. Düzgün cavab B variantı. Gəlirik bu suala nəzər yetirik. Bir hissə verilib, Y simvolunun içlik kodunu tapın. Bayaq burada bir qayda demişdim. Balaca yığını istəyir. Deməli 89-un üzərinə 32 gələndə kiçik yığ alınmış olur. Deməli 1 3 o da 1, 121. 121 əsasında 10. Amma ikilik kodunda olan birlərin sayını tap deyir. Mən oturub 121-i ikiliyə çevirmək lazımdır. Düzdürmü? İndi 121-in içində mən bilirəm ki 64 var. İlk üçünün qüvvəti. 7, 11-də 57. Deməli bu yazıram burada 64 plus 57-nin də içində 32 plus 25 var. 32-ni yazıram. 25-in də içində 16 plus 4. Deməli 16 plus 4 elədi 20. 23 də nə gəlsən? Plus bir dəqiqə 16 plus 8 24, 24-ün üstə 1 gəlsə eləcək 25. Bunu cəmləsəz görəcəksiniz 121 olacaq. Bax, niyə yazıram? 3 üstə 6, 3 üstündə 5, 3 üstündə 4, 3 üstündə 3, 3 üstündə 1, 3 üstündə 2, 3 üstündə 1, 3 üstündə 0. Bu qüvvətlər var, düzdürmü? Bu qüvvətlərdən 64 var, 1 yazırsan. 32 var, 1 yazırsan. 16 var, 1 yazırsan. 8 var, 1 yazırsan. 4 var, 3 üstü 2 var, yox, 0. 3 üstündə 1 var, xeyr, 0. 2 üstündə 0 var, bəli, 1 yazırsan. Birlərin sayını tapın. 1, 2, 3, 4, 5. Düzdür. Deməli bizdən 3 dənə 1 varmış, 5 dənə 1 varmış. Düzgün cavab B variantı.